hər kəs haram musiqiləri dinləsə, o sözü eşidə bilməyəcək. Mən bir hədis oxumuşdum, deyir, cənnətin özünün gözəl səsləri var, gözəl səsləri, sünkar səsi var. Məncə görəsən, bir meşədə olarsan, necə quşların səsi adam görür. Məhsəs gözlü, hətta baxmırsan, gözlü yumursan ki, onu dinləyəsən, ruhun dincəlsin. İndi gör cənnətin səsi necür nədir? Özünün bir ahəngi var, bir avazı var cənnətin. Hədis deyir ki, Peyğəmbər buyurur ki, hər kəs haram musiqiləri dinləsə, o sözü eşidə bilməyəcək. Deməli, burada qapatmışsan özü. İndi nə edək? Musiqi qulaq asmışsan, asmışam. O günahı aidə eləmişsən, eləmişəm. Eləmişəm. Peyğəmbər də eləmişəm, xəta eləmişəm. Nə edeyim? Sil. Təmizlə, saflan, paklan.